Bir valideyn Allah əgər ona övlad verirsə sevinər də, elədir. Allah Zəhraya övlad verir, xanım Zəhra deyir istəmirəm. Bu nə deməkdir? Xanım Zəhra İmam Hüseyni istəməmək yox. Xanım Zəhra istəmirdi ümmət gedib fəsada düşsün. Xanım Zəhra istəmirdi ki, fəsadın qapısı açılsın. Bir dənə Kərbəlada, bir dənə məktəb gəlsin, zalimlə, zülmlə üz-üzə dursun və zülm qapısını Kərbəladan bunlar açsınlar. O məktəbin dalısıca gedənlər də getsinlər, düşsünlər, fəsadın içinə cəhənnəmlik olsunlar. Əhl-i Beyt əleyhissalam bunu istəmirdi. İmam Hüseyin əleyhissalam bunu istəmirdi. İmam Hüseyin əleyhissalam dünyaya gələndən sonra onun beşiyin saxlayan, ərşə aparan Həzrəti Cəbraildir. Həzrəti Cəbrail gəlir, Allahın mələkləri gəlir. Səlman deyir, gəldim, şahid oldum ki, xanım Zəhra evdə yoxdur, evdə qoyublar uşağın bələyin, bələk özü tərpənir. Xanım Zəhra başqa işlə məşğuludur. Səbəbin soruşanda Peyğəmbər Əkrəm buyurdu ki, Allahın müqərrəb mələkləridir, gəliblər, Həzrəti Hüseynin beşiyini tərpədirlər. Bu elə belə adam deyil. Allah Quranda deyir ki, Ər-Rəhman surəsində, İki dənə dəryadır, bir-birinə qovuşmazlar, Beynəhuma bərdəxun lə yəntiqan. Onların arasında sədd çəkmişik, onlar bir-birinə qovuşmazlar. Bunun zahiri tərəfi dünyadadır, bəllidir. Şirin suyu ilə şorsu qarışmır. Ayələrin batini nədən ibarətdir? İmam Sadiq əleyhissalamdan və digər məsumlardan rivayətlərimiz var. Əhl-i sünnə kitablarından Durrul Mənturda gətiriblər bu barədə, bu ayənin təfsirində qeyd edirlər. Deyirlər ki, Allah deyəndə Ər-Rəhman surəsində bi-əyyi alai rabbikuma tukəzziban, Allahın ayətlərini, hansı ayətlərini yalan sayırsınız? Allahın həmən ayətlərindən məqsəd Həzrəti Əli ilə Həzrəti Peyğəmbərdir. İki dənə dərya Həzrəti Əli ilə xanım Fatimədir. Və xərəcə huma, o iki dənə dəryadan çıxardacaq nə? Lolo vəl mərcan. Qiymətli daşqaş buyurur, həmən qiymətli daşqaş İmam Həsənlə İmam Hüseyndir. Yəni Həzrəti Əlidən, Fatimədən, iki aləmdən, iki dəryadan sizə qiymətli varlıqlar çıxardıb verəcəm. Onun qiymətini bir körpə uşaqdır İmam Hüseyin əleyhissalam. Fəzilətə baxın. Körpə uşaqdır, gəlib durub Peyğəmbər Əkrəmin yanında. Peyğəmbər namaz qılır. Niyyət edir. Allahu Əkbər. İmam Hüseyin əleyhissalam da istəyir desin Allahu Əkbər. Uşaqdır da, dili yatmır. Cəbrail nazil olur, ya Peyğəmbər təzədəndir. Allahu Əkbər. Deyə bilmir. Cəbrail deyir, ya Peyğəmbər, Allah deyir təzədəndir. Ta oracan ki, İmam Hüseyin əleyhissalam düzgün deyir Allahu Əkbər. 7-ci dəfə İmam Hüseyin əleyhissalam buyurur Allahu Əkbər. Bunu Peyğəmbər Əkrəm şəriətdə nə buyurur? Deyir ki, şəriətdə bu namazın müstəhəbbatındandır. Namazı niyyət elədin. Niyyət eləyəndən sonra 7 dəfə təkbir demək. Müstəhəbdir. Allahu Ekber, Allahu Ekber, Allahu Ekber belə deyəsən, Allahu Ekber başlayasan namazı. Bu İmam Hüseyin əleyhissalama görə o əzəmətdə Peyğəmbərinə Allah Mutal deyir ki, gözdə. Gözdə qoy Hüseyin desin bunu.